Deməli bizə verib iki əsər, Uruzun dustaq olduğu boy və Salur Qazanın evinin yağmalandığı boy. Və bizə sual işarəsi fikir verin, Uruzun dustaq olduğu boy hissəsinə qoyulub. Yəni biz bura aid olan fikirləri qeyd eləməliyik. Baxırıq A variantına, deyir ki, İlək Qocaoğlu Sarı Salmaş düşmənlə döyüşdə şəhid olur. Bunu biz Salur Qazanın evinin yağmalandığı boya aid eləməliyik. Uyğun olmaz. B variantına deyir ki, valideyn övlad münasibətlərinə yer verilmişdi. Biz bunu yenə Salur Qazanın evinin yağmalanması boyuna aid eləyə bilərik. Həmçinin Qazan bəyin oğlu Uruzun dustaq olduğu boya da biz bu fikri aid eləyə bilərik. Yəni bu fikir ortaya da gedə bilər. C-də deyir Uruz əsir düşür. Bu yenə hər ikisinə aiddir, ortaya gedə bilər. D variantında deyir Burla xatun Qazana köməyə gəlir. Bəli, bunu biz könül rahatlığının Uruz bəyin dustaq olduğu boya aid eləyə bilərik. Salur Qazanı niyə aid eləmirik? Çünki zaten onda Burla xatun özü elə əsir idi. Onun özünə kömək eləyən lazım idi. E variantında deyir of səhnəsinə də yer verilmişdi. Of səhnəsinə hər ikisində yer verilmişdi. Salur Qazanın evini yağmalandığı boyda ova gedirdilər. Elə Uruzun dustaq olduğu boyda da Qazanla Uruzun başına nə gəlirsə ovda gəlir.